xatir Allah ziyarətlərimizi qəbul eləsin. Amin. Allaha həmd olsun ki, Allah bizlərə nəsib elədi. Gəldik Həzrəti İmam Musa Kazım əleyhissalamın və Həzrəti İmam Cavad əleyhissalamın mübarək qəbirlərinin ziyarətinə. Görürsünüz, 2 dənə günbəz var. Biri babadır, biri də nəvədir. İmam Musa Kazım əleyhissalam babadır, nəvəsi də İmam Cavad əleyhissalamdır. Allah bizi bu həzrətlərin ziyarətlərindən əliboş, naümid geri qaytarmasın. Amin. Allah bizi bu ağaların nəzərlərini bizlərə tərəf yönətsin. Amin. Allah'a and verək izzətinə, cəlalına xatir. Nə ki müşkillərimiz var, nə ki sıxıntılarımız var, bu ağaların əli ilə həll asan eləsin. Amin. Vallahi elə bir yerdəyik ki, elə bir mənzərənin qarşısındayıq ki, gözümüzün qarşısına belə gəlməz ki, biz haçansa bu ziyarətdə olarıq. Şükür olsun Allaha ki, bu 2 müqəddəs imamın hərəmini, müqəddəs ziyarətini gözlərimizlə görürük. İnşallah ağalarımız, inşallah qiyamət günündə hər birimizə şifayətçi olsun. Burada elə zəvvarlar var ki, İmam Musa Kazım əleyhissalamın nəslindəndirlər. Xoş olsun onların hallarına. Allah onları var eləsin və seyyidlərimizi, seyyidələrimizi qorusun inşallah. Daxil olacağıq ağalarımızın ziyarətinə İmam Musa Kazım əleyhissalama.